Salam, xoş gördük hamınızı yeni bir vlogda. Belə salamlamaq istədim sizi bu vlogda. Belə bir tort bişirmişəm. Elə bir ki, ağ elədim, həm də kakaolu, korичневый elədim. O ağları böldüm, kakaolunu da böldüm. Bir dənə ağ, bir dənə kakaolu belə qoymuşam. Belə alınıbdı. Krem də evdə var idi, zavarnoy. Yağla qarışdırdım, oldu krem qəşəng. Qəşəng bir tort alındı. İndi də belə glazur eləmişəm bunun üstünə, şokolad deyək də. Ondan eləmişəm. Bundan istəyirəm üstünə töküm. Sadəcə isti eləmədim, dedim qoy biraz soyusun. Üstünü belə-belə, bundan belə-belə eləyəcəm. Çünki şokoladlı uşaqlar xoşlayırlar tortun üstünü. Axşama dedik bir samavar çayı eləyək iftara. Mən də dedim elə qoy elə tort eləyim börünə. Çayla içməyə qəşəng. Uşaqlar evdə olanda, evgin olanda çalışıram nəsə eləyim ki, uşaqlar da yesinlər. Çünki iş günü demək olar ki, mən heç nə eləyə bilmirəm. Gec gəlirəm evə. Saat 5-də gəlirəm, ondan sonra da elə ancaq onu, bunu elə nəsə eləməyə vaxt olmur. Yoruluram, ona görə elə belə iş günü olmayanda nəsə çalışıram eləyim uşaqlar üçün. Tortu kəsirdim, dedim göstərim içini də. İçi belədir. Belə daha gördüyünüz kimi korичневый bir də ağ xəmir eləmişəm. Hərəsindən 2 sloy alındı, 4 sloy. Şokolad da belə üstün elədim, çox dadlı çıxıb. Mələkə də burada dözə bilmədi, yeyir, ona kəsdim. Belə, dedim sizin üçün də çəkim ki, yəni video elə də yaxşı olmasa, amma dadı çox yaxşıdır. Elə evdə nə var idi, onlardan hazırladım da ki, dedim samavar çayı eləyəcək, ondan içilsin. Axır ki, çayımız hazır oldu. Ucu hava qaralıbdı. İftar vaxtına elədik deyə belə gecə oldu. Dəm çayınki o birisini eləmişdim. Sadəcə o bunun üstündə durmadı deyə samavarın. Ucu başqasını eləyəsi oldum. Səhərdir indi, axşam uca gecidir deyə bunu boşaltmadım. İndi içində nə su var hamısını boşaldacağım ki, samavarı uca təmizləyim, götürüm. İçindəki qaynamış sudu da götürüb o uşaqlar içdiyi suyun içinə tökəcəm ki, içsinlər. Samavarın özündə yuyacağım, çünki belə görürsünüz buraları bulanır. Bunu özünü sürtəcəm şampundan inşallah. Axşam biz yatanda hələ bu isti idi deyə içində köz var idi. Ona görə dəymədi. Elə belə də qoyduq bura. İndi dedim səhər yuaram. Su da ucu doldu. İndi bunu aparım. Suyun içinə töküm. Sara imkan ver. Saranın mən hamıdan qabaq oyanırıq.
uşaqları hamısını yatırtdım. İndi ona görə saran xonçasını hazırlamaq istəyirəm. Yadıma düşdü ki, yumurtaları boyamamışam. İndi pişirdim, soyuq suda qoydum ki, soysun. İndi birinci yumurtaları boyuyum. Sonra belə hər şeyi yığmışam bura hazır ki, sonra da xonçağı hazır eləyim. Buradan da rəngləri götürüm, rəngləri qoyuram burada. Götürüm, baxaram hansını istəsəm eləyərəm. Yumurtalar da boyadım, belə alındılar. Mən həmişə belə boyuram. İndi bilmirəm, bəlkə başqa cür daha yaxşıdır, amma elə bilirəm belə çox qəşəng alınır. Siz necə boyursunuz, onu yazarsınız kommentlərdə. Bəlkə mən də nə isə siz deyən kimi eləyərəm, yaxşı alınar. Hələ ki belə eləyirəm. İndi kimsə yazsa daha yaxşı üsul, onu inşallah eləyərəm.